Aziz izləyicilər, abituriyentlər və müəllimlər, hər vaxtınız xeyir olsun. Artıq gecə 4-ə işləyib bu gecənin 4-cü videosunu çəkirik. Bu video Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün dərc etmiş olduğu 20-li sınaq toplusundan 16-cı sınağın izahı ilə bağlıdır. Qeyd edim ki, bu ümumi sınaqdır. Sual nömrə 1, 8 hissəsinin ən kiçik 3 rəqəmli ədəd. Yəni 1008 hissə sistemində qeyd edək 1008 hissə sistemində ən böyük 4 rəqəmli ikili hissə sisteminin ən böyük 4 rəqəmli ədədi 111 ikili hissə sistemində. Onda hissə sistemində cavabı 64 edir və bu 15 edir. 64 plus 15 79 edir. Bir də C variantı doğru cavabdır. Davam edək. 8-ci hissə sistemindəki ədədin 16 hissə sistemində təsviri Sezar üsulu şifrəndə idi. Oy, oy, şifrə alınmışdır. Gedək də. Bunu götürdük. Bir yaxşı sınavdan qalan sualdır. 8 hissə sistemindəki bu ədəd 16-lıq sayı sisteminə çevirək. Deməli, 1, 2, 5, 7, 1, 5. Bunu 16-lıq sayı sisteminə çevirməkdən ötürü bunları 3 ayıracaq. 5 üçün 1, 0, 1, 1 üçün 0, 0, 1, 7 üçün 1, 1, 1, 5 üçün 1, 0, 1, 2 üçün 1, 0, 1, 0, 0, 1, 0. Bir üçün isə 0, 0, 1 yazıb bu 2 sıfırı silə bilərik rahatca. Bunları 16-lıq sayı sisteminə çevirməkdən ötürü 4, 4 kodları 4 bitdən ayırıb deməli yaza bilərik. 1, 1, 0, 1, 15 çıxılsın 2-dir, yəni 13-dür. 13 D-dir. Düz düşündüyümü? Bəli. 1, 1, 0, 0 isə 12-dir. A, B, C. 1, 0, 1, 1, 11-dir. 11'di. 11 B olarak ifade olunur. 1 0 1 0 1 ise A, B, C, D'dir. Deməli, A, D, E, F, G'dir. Deməli, A'dan D'ye 4 addımdır. Daha doğrusu 3 addımdır. Buna göre Y variantı doğru cavabdır. İkinci sual hemen vaxt itirmədən gecdə eləyək. Bu sual elə bir bəyərlər var da axı. Deməli, bunu da götürdük. Başı ümumiyyətlə keçək hamısını 4-də belə rahatlayaq. Tək səhifələrin hər birində sənəd informasiya həcmini kilobaytları deməli, belə. Tək səhifələrin isə sənədin tək səhifələrin hər birində 17 dənə tək səhifə var. 1024 vurulsun 512 dənə hər birində piksel var. Bu 219 piksel edir. 32 rəng çaları paletlərlə, yəni 5 bitdəndir. Bunu hesablasaq edəcək 85 5 85 dəliməyilir uji vurulsun artıq 216. Niyə görə 216 yazdım? 203-ə böldüm, bayta keçdim. Sənin inflasyon 2 baytda bu nə pis ədədlərdir. Nəsə qalsın belə. Sonra digər səhifələrində isə digər səhifələrində 16. Ümumi, yenə ümumi sözü bundan əvvəlki sınavda baxaq da nə bilim 216 kibayt deyib bunu hələ bu 16-ya keçməmiş 216 kibayta keçirdək 85 vurulsun 206 kibayt. Yəni 85 vurulsun 64. Bunu da 85'i 3 dəfə 4'ə vurub daha tez tapa bilərəm elə. Bu da elə edəcək. 85'i bir dəfə 4'ə vursam 85 vurulsun 4 vurulsun 4 vurulsun 4 kimi yazsam bu bizə 340 verər. 340'ı 4'ə vuranda 1360 verər. Bunu da 4'ə vuranda eder 5440. Yəni bunun 5440 kibayt qrafiki informasiyası var və qrafikinin həcmi indi isə deməli keçək nəyə? 16 simvollarla əlifba kodlaşdırılmış. Yəni 16 dənə səhifə var. Ümumiyyətlə V simvol 4 bitdir. Deyir ki 16 səhifədə ümumi 16 simvolları paylaşmış 2048 simvol.
Bəlkə də bu sualı yazanda bu 16-ya vurulub. Nəysə baxaq da. Deməli 2048 simvol, 2048 simvol var. 2048 simvol. Bu simvolun hər biri 4 bitdəndir. Bu edir 1024 byte. 1024 byte. Yəni bu da edir 1 kibayt. 5440'ın üstünə 1 kibayt gələndə, 5440'ın üstünə 1 kibayt gələndə edir kibaytın üstü 5. Bu da edir 5441 kibayt. Görürük belə bir cavab yoxdur. Maraqlıdır. Maraqlıdır. Hə, bu demək ki, burada cüt səhifələr, yəni bu 1 kibayt vardı, 1 kibayt mətnin. Bax bu. Bunu ümumi sözünün fərqinə varılmayıb, belə çıxılır ki, 16 dənə səhifə üçün vurulub, yəqin ki, belə olar. Bu da eləyir 16 kibayt. 16 kibayt üzərinə gələndə 16 kibayt üzərinə gələndə edər 5456 kibayt. Dediyim kimi, əslində cavab onda qayıtdıq 3-də olmalı idi 5441 kibayt. E, Amma belə məcbur 5456 seçdik. Piksel ölçülər olan qrafı high color, true color, high color. High color rejimdə WebP 16 bitdi, yəni 2 baytdır. Onun informasiya həcmini bu qədər piksel var. Oy, oy, oy. Deməli 1920-ni biz gərək 768 yox, keçə bilmədik. Bu 1920 kimi qalsın. 1920 vurulsun 2 üstü 11 vurulsun 2 bayt. Okay. Bu da edir bizdə nə? Olur 2 bayta keçid deyəndə 1920 vurulsun 4 dənə. Bu da gəlib 4 kübü 4 dənədən. Bu da eləyər 7680 kübü. Bu da edir A variantı. Sabir. Yəni bu sualı yoldaşlar atıblar bir neçə dəfə. Bu sualda nəsə sıxıntı var idi. 5-ci sualda düz yadımda qalıbsa. Deməli belə. Nədir? Sabir giriş üçün kod düzəldir. Hər bir kod 8-i sayısını 5 rəqəmin natural ədədləridir. Natural ədəddir. Kod deyir. Baxın. Burada kod deyir. Və natural ədəd deyir. Səsimi ki 5 rəqəmə. Bu kod bu şərtləri ödəyir. Maraqlıdır. Burada iki cür düşünmək olar. Kod da deyir, ədəd də deyir, bir sıxıntı var. Yəni, indi sıfırı qəbul edəcək yoxsa kod deyəni qəbul edirik, kod deməyəni qəbul etmirik. Ona görə baxaq da 3 rəqəmi ya ikinci mövqedə ya da heç istifadə olmayıb. Bunları bilərək 3 rəqəmi ya buradadır ya da heç olmayıb. Deməli burada 8 cür rəqəm ola bilər. 8 cür. Aşağıdan yazaq. 8 cür burada rəqəm ola bilər. Deməli bu kod çətirləşsin. Bunları hesabı ən çox neçə müxtəlif kod yarada bilər. Burada 8 cür. Bu okeydir. İndi 0 burada olar mı, olmaz mı? Məsələ oradandır. Deməli qalanlarında 7 cür aşağı yazaq. 7 cür çünki 3 ola bilməz. 7 cür. Okey. Deməli, suala yazan adam kimi fikirləşsək, ədəd dediyinə görə 0, amma kod sözü deməsəydi dəqiq ki, burada 0 istifadə olunmayacaqdı. Dəqiqdir. Tutaq ki, 6 cür. Niyə görə tutaq ki, deyirəm? Bu arada 3 rəqəmi deyib, bircə dəqiqə düzənləyək. 3 rəqəmi deyib ki, ə, üçüncü yerdə, ikinci, burada yox, buradadır. Diqqətli olaq bir dənə. Ya deyir ki, 3 rəqəmi burada var ya da yoxdur. Yəni onda bura 7 cür olur. Bura 8 cür olur. Yəni burada ola bilər deyə. Burada 6. Onda belə çıxır ki, 6 vurulsun 8 plus vurulsun 7-nin kubu. Okey. Belə yaza bilərik. 6 vurulsun 8 vurulsun 7-nin kubu. Bunu da açsaq 7 üstü 5 ilə burada cavab varmı? Yoxdur. 7 üstü 4 ilə var. 7 üstü 5-ə ehtiyac yoxdur.
Onda ne olur? Bu 6 vurulsun. Deməli, bu 8-i parçalasaq 7 plus 1 kimi. Vurulsun 7'nin kubu. O zaman bu ne olur? 6 vurulsun 7'nin üstü 4. Bu bize verir. Plus bir tane de 6 vurulsun 7'nin üstü 3. Belə cevap var mı? 6 vurulsun 7'nin üstü 4. Fura. Maraqlıdır. Elə cavab yoxdur və yaxud buna ekvivalent cavab yoxdur. Oxuyaq. Və yaxud bura 7 cür ola bilərdi. Onda 8 vurulsun 7'nin kubu. Bunları e, bu 7 üstü 5'dir. Bu 7 üstü 5'dir. Avtomatik bunu hesablayanda belə görsənir. 7 üstü 5. Sonra bu nədir? 6 vurulsun 5 vurulsun. Yox, 5 vuruğu dəqiq yoxdur. Buna ehtiyac yoxdur. 8 vurulsun 7'nin üstü 4. 8'in kubu vurulsun 7. Burada nəsə bu da o değil. 8'in kubu ilə olanmaz. Yenə də burada bir sıkıntı görürəm mən. İstənilən halda. Deməli 6 vurulsun. 6'nın kubu vurulsun 7. Bu da 6 vurulsun 7 üstü 4. Biz ne aldık? 6 vurulsun 7 üstü 4. 6 vurulsun 7'nin kubu. Bu cavaba oxşayır. Gəl bir də baxaq. Deməli, sualı oxuyaq. Bəlkə nəsə görməlisən, gəldik. Deməli, 8 hissəsində 5 yegana otaraq ədəddir. Bu şərti ödər. Hə, ədəddir deyir deyə yormuram özümü. 3 rəqəmi ya ikinci mövqedədir ya da yoxdur. Deməli, burada 6 cür bir şey var. 6 cür, burada 8 cür, bir də 7'nin kubu. Onda tam düz yazmışıq. Buradan 6 ötürücü xaricdən çıxarsaq, böyük Okka olar bu. Belə bir şey olmaz. Çünki altın kubunun aidiyyatı yoxdur burada. Yox, altın kubunun aidiyyatı yoxdur burada. Altın kubu ilə mötərizə xaricdən çıxartsaq, daha doğrusu ayırsaq nə olar? Altının altını belə yazsa, Okka olur. Görünür burada doğru cavab yoxdur. Belə başa düşdük. Çünki indi deyirəm. Hmm, Burada sıfır rəqəmi ola bilməz. Onu demək istəyir və 3 rəqəmi ola bilməz. Buna nəyə görədir? Natural ədəddir sözünü əlimizdə bayaq götürərək deyə bilərik. Burada sıfır ola bilməz. 8 hissəsində 8 cür bir şey var. Bir cürü azaldı. Daha sonra isə İkinci yerdə 3 rəqəmi ola bilər. Digərlərində isə 7 cür rəqəm ola bilər. O demək ki, 6 vurulsun 8 vurulsun 7'nin kubu. 6 vurulsun 8 vurulsun 7'nin kubu da burada gördüyü açılışlarlandır. Maksimum belə açıla bilər. Belə baxıram, yəqin ki, burada sadəcə mexaniki səhv gedib bu burada olmalı idi deyə belə bir şey deyə bilərəm. Uzaqbaşı məncə də. Çünki bir dənə də baxaq. 6 vurulsun 7 üstü 4. Burada 6'nın kubu vurulsun 7. 6 vurulsun 7 üstü 4 aldık biz. Ondan sonra bu vurulsunda da düzü 6 vurulsun 7'nin üstü 4 plus 6 vurulsun 7'nin kubu. Belə şəkildə olar. Yəni 5-ci sualda belə deyək. Biz aldığımız cavabı yazaq. 6 vurulsun 7 üstü 4 minus 6 vurulsun 7 üstü 3. 6'nın mötərizə xaricine çıxard. 7, 6 vurulsun 7'nin kubu mötərizə çıxard. Xaricində 7 plus 1 böyle tam doğru demişik onda. Keş qurallarına aiddir. Qrafiki planşet, bəli, qrafiki informasiya kimi demək. Yəni əmrlər falan var. İndi mausu mən istifadə edirəm. Bu prinsipləndi. Printer xeyr, USB bağlayıcı qrubudur. Skaner bəli, 1-3 doğru cavabdır. Keçək. İnformasiya həcmləri olan bir klaster həcmi 8 və ümumi həcmini 2 baytlı. Deməli, buna 4 dənə klaster lazımdır. Buna 5 dənə klaster lazımdır. Buna da 5 dənə klaster lazımdır. 14 dənə klasterdir. Hər biri 8-dən. Bu bizə verəcək 112 kibayt. Hər biri 8 kilodan. Yəni 7-ci sualda A variantı doğru cavabdır. Davam edək. Daha sonra belə deyək. 5-də ilişdirim qaldım mən. Belə deyək. Yəqin ki, cavablarda gərək mən götürüb baxardım. Bu olar. Deyəsən uşaqlar elə demişdi.
Bu cavab çıxıb. Amma dediyim kimi qiymət aralığı belə bir şey alınır. Əgər bir səhv eləmiriksə. Not. Əla. Deməli, yenə not var. İçəridə not var. Bunu silirəm. İnformatikası 92-dən böyük bərabər olanları oraya yazacağım. Bu bir, 3, 4 və 5'dir. Yəni bunu silib bunun yerinə bir, 3, 4 və 5 yazıram. Not yalnız aid olduğuna aiddir. Yəni bunda nə demək istəyirik? Bu nota gəlib çatana kimi hələ çox işimiz var. Və eyni zamanda bu 1, 3, 4, 5'dən, yəni belə deyək də, notu buraya yazaq. 1, 3, 4, 5. Və eyni zamanda riyaziyyatı 98-dən kiçik bərabər. Riyaziyyatı 98-dən kiçik bərabər və kiçik bərabər. Kəsişməsi belə görsənir ki, yalnız Kənan Alışov verir ə, və davam edək. Və yaxud da artıq bu mötərizənin biri əski kimi gəlir bizə, yoldaşlar. Və yaxud artıq kimi. Maraqlıdır. Oy o. Hmm. 1-2 mötərizəsidir. 1-2 bağlandı. Bu mötərizə yəqin ki, burada mötərizə olmalıdır. Yəni ona uyğun edərik. Görək. Yəni nota axırda baxarıq. Bunların içində fizikası 91-dən böyük olanları da yazar. Bura fizikası 91-dən böyük olanları qeyd edək. Deməli, bunlarla birləşir fizikası 91-dən böyük olanlar bizə olur. Burada kəsişmə bunu vermişdi. Birleşir olur 1, 3, 1, 2, 3, 4. Not həmin şeyi inkar edir. Olacaq 8-də B variantı. Əgər bura mötərizə qoysaq. Yox, bura mötərizə qoymasaq, onda nə olardı? Gəlin baxaq. Bura mötərizə qoymasaq mənasız olardı. Çünki niyə? Yox, bura qoymayaq, tutaq ki, burada bu yoxdur deyək. Onda tapacaqdıq bunu, bunu not deyəcəkdik. Düzdürmü? Birləşmədə tam çoxluq çıxacaqdı. Çünki bu xaric digər hamısı və bir dənə bu qalmışdı. Birləşsin bunlar, bəli, tam çox. Əgər burada mötərizə silsəydik, dediyim kimi, burada bir mötərizə olmalıdır. Hansı ki, bu mötərizə tamamlar. Niyə görə? Bu, 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 bu. Bunun açılışı görünmür. Neysə, belə 5-6 cavabı qeyd etdik. Ümidvarım xəta olmaz. Neçəsi, nəticəsi neçə mübaiddir. Əla, bu olur 4 çubuğu. 4 çubuğuna 2044 çubuğu olur 2048 çubuğu. Bu da verir bizə 2 mıbı. Bu da 3072 MB-dır. Yekunda cavab 3074 MB eləyir. Cəmləyəndə 9-cu sualda B variantı doğrudur. Nömrələnmişdir. Bunun nömrə deməkdən xoşum gəlmir mənim. Bu olidir, nizamlanmış, sıralanmış demək olar. A təpəsinə təpəsi neçə müxtəlif yolla getmək olar. Bunu tez həmən burada bir ağac çəkərək görə bilərik aşkar şəkildə və yaxud qraf çəkib görə də bilərdik. A-dan yalnız B-yə yol var. B-dən bu arada bu adi qrafdır, görünür. B'dən isə C və D'yə yol var. C'dən yalnız Y'yə yol var. Yalnız Y'yə yol var. Y'dən də C'dən bəri də B'dən gəlmişik. Okay. D'dən aha, bax. Deməli, D'dən həm B'yə var, həm Y'yə var. Onda bura Y. B'den gəlmişik. Vso neçə oldu? 2 dənə. Yəni 12-ci sualda 11-ci sualda oldu A variantı. 12-ci sual yaxşı disklərdə. Funksional klaviş deyil, F13 deyə bir şey yoxdur. Test keçdik. Elektron cədvəldə neçə xanaya köçürtmək olmaz. Hə, deməli belə. Gəlin baxaq. Belə olan zaman birinci diqqət, başqa şey də diqqətləmək olur. Amma o həmin biliyi abituriyent proqramında yoxdur deyə mən deməli. Deməli, 2 nömrəli sətirdədir. Var burada. Deməli, bu maksimum bir addım yuxarı gedə bilər. Yəni, B1, Y5-də B, C, D, Y 4 sütun var və 5 5'ten maksimum bu 5 nömrəli olsun 4'ə qaldırıla bilər. Çünki 4'dən yuxarı qaldırsa bu sıfıra düşər. Deməli ilk 3 sətrə keçid olunmaz. 1, 2, 3 sətrə. Bundan qırağa bu sola doğru, yəni yalnız
bir addım keçirilə bilər. A, çünki A-dan sonra heç nə yoxdur. Deməli, C-dən də bu maksimum B-yə köçürülə bilər. Elə B var burada, onda problem deyil. 3 vurulsun 4, 12 xana edir 13-cü sualda. Niyə görə? 3 sətrə köçürülə bilməz. Və bu diapazonda 4 dənə sütun var deyə 3 vurulsun 4, 12 edir. Burada diqqətlə yenə dediyim kimi C5'dən bu diapazonun ixtiyari sütununa getmək olar. Çünki ən soldakı 5B'dir. B'ye də bir addımdır. Bu da bir addım olanda A olur. Bu sıkıntı dollarlara baxmırıq. Bizə lazımdır. O çünki mütləqdir. Meteorunda da aşağıdakı komandalar icra edilir. İfadəsi vay, 1-1, 4-4. Deməli, birincisi 1-1 bu deməkdir ki, bu ikisi getdi. 2 dəfə 4, yəni bu demək ki, ə-dən sağ tərəfədir. Backspace özündən sola doğru siləndi. Delete özündən sağa doğru siləndi. Sonra gəldik bura, sonra nəyə basır? Yenə 2-2 basır. Bu deməkdir ki, B ilə I getdi. Sonra 3 dəfə 3'ü basır. Yəni Ə'dən keçdi bura, keçdi bura, keçdi gəldi bura. Sonra 3 dəfə 3'dən sonra 3 dənə də 2'ni yenə basır. Bu deməkdir ki, bu səfər artıq yenə də özündən sağa doğru M sildi. Aha. T sildi, E sildi. H, S qaldı. Yəni 14-cü sualda artıq cavab Y variantı olacaqdır. 15 cədvəl fraqmentasiya diapazonun olmuş qiymətlər açılmış dəyərini aşağıdakı kimidir. Deməli, sol bunun cəmi bunu verməlidir. Çünki diapazona uyğun diaqram qurulub. Bura həmişə birinci. Yəni A1'dir bura. Bura B1'dir. A2'dir daha doğrusu. B2'dir. C2'dir. İndi tapaq nədir? Bura deyir x. A1 vurulsun C1. A1'i C1'ə vuranda 48. Yəni buranın qiyməti 48'dir. Yazaq bura. Daha sonra rəng dəyişdirə biliriz. Gözümüz gecə vaxtı aydınlasın. A1 plus B1 yəni bura 48 oldu. Bura oldu A1 A1 4'tü. 4 plus x sonra yəni bu buradır. Bura isə diqqət edək nədir? C2. C2, C1 yəni 12 plus 2 dənə B2. Yəni 12 plus 2x. Bunların cəmi bizə 48 verir. Bu o deməkdir ki 12 plus 4 16 plus 3x. C1 12. 2 dənə B2-dir. Oy oy. Baba burada bu səhvlədir. B2 nədir bəs? Diqqətləməmiş. B2 A1 plus x yəni 4 plus x. 4 plus x-i 2'ye vuranda bu edəcək 8 plus x. Bu deməkdir ki 16 plus da 8 neçə edir görək. 16 plus 8 24. Bura etdi 24. 8 plus 2 x-dır. Plus 3x bərabərdir 48'e. X bərabər olur 8'e. Yenə 15-ci sualda C variantı doğrudur. Orta ötürmə sürəti olan şəbəkələ ən az neçə saniyə ötürmək olar? Hala 2 cıbını bitə kimi ifadələyəcəm. 2 cıbı 2 üstü 10 mıbıdır? 2 üstü 20 çıbıdır. 2 üstü 30 baytdır. 2 üstü 33 bitdi. Yəni 2 cıbı 2 vurulsun 2 üstü 33 bit bölünmüş 16 vurulsun 2 üstü 20 bit. Əla. Bu 234. Burada cavab qaldır. Avtomatik olaraq 210 saniyə. Yəni cavab A variantı. 17-ci sual eşitmə sualına oxşayır. Mülahizələrdən neçəsi doğrudur? Gəlin sual mülahizələri oxumamış sətirlərə ayıraq. Mən həmişə nə sətirdir ki burada? Bu nə sətirdir burada? M, TD biri, okey. TD-nin ikincisi, TD-nin üçüncüsü. Burada bu birinci sətir, bu ikinci sətir. Bu da üçüncü sətir. Cədvəl 3 sətir 3 sütundan ibarətdir. Elə birinci sətrin birinci xanası qalın şriftlə yazılıb. İndi məsələ nədən ibarətdir? Bu əslində indi doğru fikirdir. Çünki TH var. Davam edək. Baxarıq, cavaba baxaq. Görə neçəsə çıxır. Cədvəlin ikinci sətrinin üçüncü xanası. Cədvəlin ikinci sətrinin
Girdik bura birincisi, girdik bura ikincisi, girdik üçüncü xanası. Qalın şriftlə yazılıb. Xeyr, bu 672 dəyəridir. Saxlayan ifadədir. Bu xeyr, bu yanlışdır dəqiq. Cədvəlin 8 xanası var. Xeyr, 9 xanası var. Cədvəl 4 sətir 4 sütundan ibarətdir. Cədvəl 4 sətir, xeyr, 3 sütundan xeyr. 4 dənə deyilmiş. Deməli, bu yanlışdır. Bir daha digərlərini oxuyaq. Cədvəlin 8 xanası. Bununla bu yanlışdır. Bu dəqiqdir. Düzdürmü? Cədvəlin ikinci sətrin üçüncü xanası. İkinci sətrin üçüncü xanası TD-nın içindədir və əlavə heç bir iş görülməyib deyə qalın deyil. Bu doğru fikirdir. Çünki TH var. Nə edirəm? TH qalın şriftdir. Bundan əvvəl bir sualda 13-cü, 14-cü deyəsən sınavda idi, var idi, deyirdi. Orada bu fikrə toxunmuşdum mən. Deməli, 1 ilə 2-də cavab B. Yəni, belə deyək. Sonra 18 verilənlər bazasında sahə tiplərinə aid olanları seçin. Deməli. Çıxdaş ilə. Burada string deyə bir şey yoxdur. Sonra nə bilim, dəqiqdir ki, list deyə bir şey yoxdur. Integer deyə bir şey necə var? Integer tip deyil, size'dır. Filtr zaten sahə sözüdür. Bunun burada ehtiyac yoxdur. Cavab A var. Baxan zaman intervalda dəyişməyən modellər xüsusiyyətləri dəyişməyən deyək, daha doğrusu özü dəyişməyən sözü biraz pis çıxır. 19B çıxır, statik sayılır. Qəbul imtahanı sualı olub. O cür sual təqribi. Nə deyir? Deyir ki, n operatoru üçün alqoritm fraqmentinin təyinatı müəyyən. N. Bu faktorialdır. Yəni ədədə ilə n-dən bir var kiçiyə belə vurur. S onda faktorial olur. Avtomatik görsənir. Çünki belə deyil. Elə bil ki, 5 faktorial tapmaqdan ötürü baxın, 5-i vurur bir əskiyinə 4 faktorial. Sonra elə bil ki, 4 faktorialsın 4-ü vurur 4 faktorial 3 faktorial. 3 faktorial əldə etmək üçün 3-ü vurur 2 faktoriala. 2 faktorial əldə etmək üçün 2-ni vurur 1 faktoriala. Və faktorialda 20-ci sual D variantı doğru cavabdır. 21-ci sual. Vay, nə qarışıq sualdır bu. Print TH 34. TH budur. 3 sən 4 getdi bunun içinə. Okey. Deyir ki, A 3-də əla. Bura 3-4 getdi. 3-4. 3-4 getdi. 3-4 gəlsə bura. A oldu 5. B oldu 12. Geriyə 17 qayıtdı. Düz hesablayaq bir dəyə də. A 5, 12, 17. Bura 17 oldu. A oldu 20. Tələsmirik. Bu səfər x-a 4 gedir və 20 gedir. X-a 4 gedir və 20 gedir. Aha. Deməli bu olur onda 6. Bu da olur 60. 66 elə bil. Bunları cəmləyəndə edir 66. Üstünə də B gələndə bu deməli. B-miz neçə idi ki bizim? 66'dı. İndi bir dəqiqə. B bu tərəfə gedib. Bax. Bura 66'dır. Bura oldu 70. Çünki bura 66, B-də hələlik 2, 4 idi. 70 ilə də 20-ni cəmi edir bizə 90. Cavab A variantı doğru. 22-ci sual. Bu sınaq yaxşı sürətli getdi. Nə deyir bu? Ayırdıq. Oy. Tətim məşğuluna çəkilməkdir. Okey. Nə var ki? BI hasilləri sıfırdan böyük olanların sayı. Hı hı, hı hı. Burada beylərin hamısı dəyişir. Burada boşa 3 atıb, düzdürmü? Okey. Deməli, sayda bu beylərin içindəkilərdir. Beylər ailələrin uyğun elementlərinin üzərinə 6 gəlməklə alınır. Alıdır. Deməli, 6 gəlməklə alınır. Ailələrə isə 0-dan 99-a kimi 0-dan 99-a kimi bir interval çəkəcəyik. Deməli, 0-dan 99-a kimi
Deməli, mənfi 13-də dayanacaq. Mənfi 13 almır, sıfırdır. 9-da dayanacaq, almır. Okey, maraqlı. Maraqlıdır. Mhm. Deməli belə. Elə bir ki, ə, həmin şeydən 9 çıxıb, üstünə 13, 13 gəlib bir-birindən vurub, üstünə 6 gələndə müsbət edirsə lazımdır bizə. Deməli, qısası elə bir düsturumuz var. X çıxılsın, nədir? 9 vurulsun x plus 13 plus 6 böyüdür 0 şərti ödənməli ki, say artsın. Çünki ayının yerinə bunu qoyanda beyi budur. Belə birbaşa beyləri belə yoxlayır. Deməli, bu hardandır? Sıfırdan başladı. Deməli, gəlin baxaq. Deməli belə. Nə deyirdik? Ə, deməli. Bu neçə qoymuşuq bura? Mənfi 13. 0 bura deyil onda. 0 burada. Okey. Maraqlıdır. Maraqlıdır. Biz i'ləri sıfırdan görürük deyə. Qarışdı fikrim, səbir olun dənə. Deməli, i'ləri sıfırdan görürük 99-a kimi. 99'u alır, 0 alır. Okey. Deməli, sıfırdan bu tərəfdə bir 13, yox, 9 görəcək. Tələsmirik ona görə. Bura kimi olanlar mənfi verəcəkdi. Hı -hı. Niyə görə? Deməli, gəlin baxaq. Hı -hı. Bu onda burasını ləğvləyək. Deyək ki, böyüdür mənfi 6-da. Gəlin aşağıdan başlayaq. 0. 0 çıxısı mənfi 9, mənfi 13. O, böyük dərəcələr çıxır. Deməli, ə, deməli fikirləşək. Baxaq. Üstünə 6 gələndə. Əgər 0 olsa mənfi 9-u vuracaq. Hı-hı. Nəsə düz düşünə bilmirik. Böyük bərabərdir 0 deyil. Böyük bərabərdir 0 deyil burada. Deməli, onda bir dənə diqqətləyək. 9 və 99-a kimi. Hamısında vuruq böyükdür deyə, yəni mənfi 9 burada ən gəlib 8-ə gəlsə belə, bu tərəfdə vuruq böyüyür. Bundan onsuz da böyük, belə deyək, modulca böyük olacaq deyə, biraz kobud izahlədim, bir daha dedim. Yəni plus 6'nın bura yazılıb yazılmaması təsirsiz qalır. Niyə təsirsiz qalır? Vuruq böyüdür. Yəni i minus 9 misal üçün deyirəm, bax 0 qoyaq, mənfi 9 plus 13 mənfi 6'dan kiçik olacaq. Düzdürmü? Bu tərəfdən də gəlib bir dənə mənfi 8'i götürək 8. Biləcək mənfi 1 pil vurulsun 13. Mənfi 21 mənfi 6'dan böyük deyil, kiçikdir. Yəni modulca bundan böyük olduqlarına görə sol tərəf. Ona görə heç bu plus 6 heç bir təsir qılmayacaq. Deməli 999 parçasında ixtiyari ədədi qoysaq bu 0 və 0-dan böyük ədəd olacaq. Deməli burada da 99 çıxılsın 9 plus 1 91 dənə ədəd var. Yəni də alqoritmin nəticəsini müəyyən edin. N 5 olduqda deməli hər dəfə bir deməli gəlin birinci buradan girək. Necə girək? Buradan girək. Bax burada bir də açaq, açdıq. N 5'dir. Birinci dəyişən S-dir, ikinci dəyişən N-dir. S1'dir, N5'dir. S-ə mənimsət, S vurulsun N plus N. Okey. Bu oldu 10. Bu oldu 3. 3 vayda azalır. S-ə mənimsət, N vurulsun. Bu 33. Okey. Yəni bir 11 dəfə artır da belə deyək. Bu oldu 1, hələ də şərt ödəyir. Vurulsun 1, aha, bir növ. Vurulsun 1 plus 1 oldu 34. Bu da oldu artıq mənfi 1. Və buradan artıq bu şərt ödəmədə çıxdı. Cavab çıxışa verəcək nə? 34. 34. Daha sonra davam edək. 24-cü sual. Proqram nəticəsini müəyyən edin. Baxaq. Ən içdəki mötərizəyə birinci baxırıq. 1 mötərizə, 2 mötərizə, 3, 1, 2, 3.
1 2 t'ye getsə buna 1 ilə 2. M plus 1 olur. M plus 1. M plus 5. Bu oldu 6 olur. Onda burada 6 qiymətini alıram. Çünki m'imiz 1'dir bu da. M təzə M. İndi n artıq 6'dır deyə 6 vurulsun 2 plus m. Yəni bu 13 olur. Geriyə qaytarır 19. Bura oldu 19. Bu səfər m'in bura 19 və 1 kimi girir. Deməli m olur, n olur. Deməli m 24. N 24'ü vur 2'ye üstüne gel. Aha. 24'ü vur 2'ye üstüne gel. M'in qiymətin M də 19'du. Bu da bize belə 24'ü vurdum 2'ye 48 üstüne geldim. 19 elədi. Eğer səhv eləmirəmsə 67. Yəni artıq 67 aldıq. 67'nin üzerine de n nəsə səhv hesabladım. Yenə səhv hesabladım. Deyəcəm 67'nin qiyməti idi ki 24, 48, 19, 67, 67 heç deməli ədədləri qatdım, qatışdırdım. Deməli belə canım baxaq. Deməli 1, 2 getdi içəri. M oldu 1, N oldu 2. M 1'dir, N oldu 6. Birinci dəfə axırda silərəm. N oldu 6. N 6'dır, M 1'dir. Bu oldu 13. Düz deyirəm. Bu neydi ki burada ne yazmıştık? Aha. M hələlik 1 idi. Bəli. Bu oldu artıq. Bu oldu 13. Bəli. 13 plus 6 bu edəcək 19. Yəni bu səfər 19 ilə 1 ilə girirəm içinə. 19 və 1'i qoysam yerinə. 19 və 1. Bura edəcək 24. Bura edəcək 48. Bura edəcək 48. Bura edəcək 19. Bunların cəmi 67. Əla. N plus M-də isə 67 ilə 24'ü cəmləyəcək. Bu da edəcək 91. İnşallah bir riyazi hesablama xətası eləmədik. 91. 25 proqramın icrasından sonra nəticə 22 olarsa, N-in daxil edəcək ən kiçik natural qiyməti müəyyən. Okey, qəşəng. Bu sualı dəfələrlə eləmişəm. İndi baxın. Bu 8-ci hissə sisteminə çevrilməlidir. Deməli, 8-ci hissə sistemində bax bu ceyin x-i yaradan rəqəmləri bu tərəfdə qeyd edəcəm. Bu x-i yaradanlar. Deməli, ən kiçikdir deyə bacardıq qədər rəqəmi böyük götürəcəm. Çünki cəmi sabitdir, rəqəm sayı az olsun. 7, 8 idi. Sonra 7, 14'tü, bir dənə 7. Bu artıq etdi. 21 bir dənə də 1. Yenə deyirəm, bunu niyə belə bir şey elədi? 22 cəmini almaqdan ötürü 8 hissə sisteminin bacardıq qədər rəqəmləri böyüyündən başladım. Niyə sağ tərəfdə 7? Çünki 1 o tərəfdə olsa ən kiçiyi deyib bizə. Belə n böyüdü 8 deyib, n böyüdü 8 şərti ödəndiyi müddətcə. Baxın. Deməli, bu belə deyək də ya 8 olub dayanıb ya da 8'dən kiçik dayanıb. 8 olubsa 8 8 hissəsində 1 0 olardı. 8'dən kiçik isə hər şey ola bilərdi və bizə ən kiçik deyir deyə ən kiçik 1. Yəni burada dayanacaq rəqəm 1 olacaq. Hansı ki cəmdə iştirak etmir. Ən kiçiyini dediyinə görə belə bir ədəddir. 25-ci sualda yəni indi nə deyir bizdən? Natural qiymətinə, hə. Bu 8 hissə sistemində belə bir təsvirdir. İndi bunu da çevirmək üçün 8 hissə sistemində bu 1, 8 üstü 4'tür. Bu 1, 8 üstü 3'tür. Bu 7, 7, 7, 7 isə 8 üstü 3 çıxılsın 1'dir. Bu da belə deyək, olur. 8 üstü bunu cəmləyəndə olar ki bu 8 üstü 5 çıxılsın 1. Düz deyirəm. 8 bəli də, ha. 8 3-dən 8 3. Yox, 2 dənəsə. Yox, yox, səhv hesablayıram.
Oturmuşuq yerimizdə. 8 üstü 4, 2 üstü 12'dir. Yəni 4096'dır bu. Bu 512'dir. Bu da 511'dir. 60'ı belə edək də. 4096'nın üzərinə qısası 1023 gələndə, çünki 512'nin 511'in cəmi 9, 1, 1 yadda 1, 5. Yəni bu sualda cavab 5119 onluq ədədi edir. Sonra nədir bu? Tərtib olunmuş proqram nəticəsini müəyyən edir. X böyüdürmü 5-dən? Böyüdümü xeyr. Bu girintiyə girmir. Əksi hala girir. X-in üzərinə, yəni 3-ün üzərinə gəlir. 2 dənə 5'i. Bu da bizə verir 13. Qəşəng sadə sualda xoşum gəldi. Uyğunluğu müəyyən edin. Deməli 0, 1, 2. 2'dən başladıq. 3, 4. Sığdı. Burada da boşluq. Onda 1'ə A'dır. Avtomatik olarak. 3, 4 boşluğa düşürdü. Bura 5, 6, 7, W 8. 8'den 10'a kimi. Yəni 8 və 9 onu almır. Yəni 5'i, 10'u və 15'i almır. Bu WE olur. Buna görə oldu B variantı. Sonra 13'e kim gedir? 9, 10, 11, 12 budur. 13. Aha. Maraqlı. 12 bu da 13 artıq boşluq simvolu düşür. Əgər bir səhv etmiriksə, düz sayda 7, 8, 9, 10, 11, 12, 13, okey. 14 maraqlıdır. Dayan. Bax, burada bir şey ya biz xəta edirik, ya da bu yoldaşlar da nəsə xəta olub. Çünki burada vergül var, boşluq da var. 8, 9, 10, 11 tıdır 12. Bir dənə də baxaq. Aa, hadi yazaq bura. X adlı dəyişənimiz var. Ist, ist, or, ist, virgül, az, izi, ist. Hoşum gəlmədi heç. Cümlənin az nədir? Azərbaycandır da bu az nə yazır ki? Hmm, neysə. İndi baxaq yoldaşlar. Print x80 2 qoşa nöqtə 5 Ctrl C V V 8 10 8 10 13 13 və 14-cü simvolları çıxartmaq üçün 15. Biz baxaq. Dediyim kimi də boşluq və A. Aha, belə bir cavab yoxdur. Burada boşluq və A olmalı idi. Yəni, yəqin ki, bunu fikirləşən, dediyim kimi belə. Burada vergül və boşluq var. Neysə, keçdik 28-ci suala. Daxil edilən iki rəqəmi natural ədədin palindrom da deyəsən olub olmadan yoxdan alqoritmin blok sistemini qurun. Deməli belə. Hı -hı. Bunu maraqlı bir dövrü çəkərdim. Deməli belə. Deməli belə. Hı -hı. Sözsüz şey yəqin ki, buna belə bir şey yazırlar. Deməli, palindrom. Tərsəsin əldə edilib, K-ya mənimsət. Yəqin ki, n/10 plus belə eləməsi ilə sərəqə. İki rəqəmli olduğundan yəqin ki, n-in ona bölünməsindən alınan qalığı ona vurub onu onluq mərtəbəsi yerinə keçirdilib. Yəqin ki, belə düşünülür. Və yaxud iki rəqəmlidir də. Niyə tərsəsini tam alıram ki? Tərsəsini tam almağa ehtiyacım yoxdur. Niyə? Çünki iki dənə rəqəmdir cəmsi. Ona görə yəqin ki, belə eləyərlər. Ona bölünməsi alınan qalır. Yəni ikinci rəqəm
Bərabərdirsə, ona bölünməsindən alınan natamam qismətə, yəni onda bəli, xeyr deyərik. Nəysə, bunu bir dənə dövrü maraqlı çəkəcəm bu işarələrdən istifadə etməklə. Hə demişdi, nə deyib? Hə. Nəysə də hə, yox. Okey. Burada yox. Onu necə çəkəcəm? Keçdi bura. Deməli, yoldaşlar, deməli, ədədin, bu nə oldu? Ctrl O, okey. Ədədin kopyasını götürəcəm əvvəlcədən daxil edəndən sonra. Ədədin kopyasını götürəcəm. Necə götürəcəm? Belə bir şeyi. Bir dənə qoy qalsın. Hələ ədədin özü sonra yoxlamaq. Deməli, gəlin baxın. Deməli, mən hər dəfə 17-dən deməli, ondan deyəcəm ki, diqqətli olaq bir dənə. S adlı ikinci rəqəm deyəcəm. Bu kopyadır. Mən də bir də İK yaradıram. S yaradıram son rəqəm. Bu başda da sıfırdır. Səbir olun. Deməli, deyəcəm ki, bu kopyası ondan böyük olduğu müddətcə, ondan böyük olduğu müddətcə mən nə edəcəm? Diqqətli olaq, deməli, ondan böyük olduğu müddətcə, bunu belə niyə yazdım ki? Ctrl Z. Ondan böyük olduğu müddətcə hə deyək bura. Hər dəfə sadəcə bu kanı bir vahid azaldacam. Kanı bir vahid azaldacam. Ya ondan böyük olduğu deyən mənəm, nə mən, düzdürmü? Nəyə görə deyə bilmərəm? Bəlkə o ədəd 100 neçədir, 90 neçədir. Yox, belə məsləhət deyil. Davamlı 10 çıxaram. Aha. Ondan böyük olduğu müddətcə davamlı 10 çıxaram. Baxın, ondan böyük olduğu müddətcə davamlı 10 çıxsam, yəni ona bölünməsindən alınan qalığı əldə edəcəm mən orada. Düzdürmü? Buna isə sıfır heç ehtiyac yox idi. Gəldi, çıxdıq nəyə burada? Ə, Ona bölünməsindən qalınan alır. Bu isə ehtiyac yox imiş görünür. Mən bunu silək. Ehtiyac yox imiş. Hal-hazırda qətiyyən elə bir ehtiyacımız yoxdur. Bir ədəddən davamlı ondan böyük olduğu müddətcə 10 çıxsa, ə, ona bölünməsindən alınan qalıq alınacaq. Belə deyək. Ondan böyük bərabərdir deyə, yoxsa bir dənə ədəd 10 olar. Böyük bərabərdir deyə bilərik, fərqi yoxdur. Yəni qalıq alındı, qısası, yəni ikinci rəqəm alındı. Birinci rəqəmi də qanuni almaqdan ötürü, qanuni birinci rəqəm almaqdan ötürü ona B desəm, deyəcəm ki, n-dən çıx ə, k-nı, n-dən çıx k-nı və böl ona. Normal bölmə. İndi deyə bilərəm ki, mən artıq necədir? Birinci rəqəm bərabərdir. Nə deyirəm burada? Hə, yox. Deməli, birinci rəqəm bərabərdirsə ikinci rəqəmə, o zaman hə, əksi halda yox. Sadəcə mod işarəsindən və yaxud natlama qismətdən istifadə etməyi deyə etdim. İndi gələk burada bunu bir dənə düzəldək. Necə dedim? Yenə kirişə verdim int input. Yenə kirişə verdim int input. Sonra kopyasını götürdüm ki, sonra yoxlayım. Lazım olacaq bizə. Baxaq görək düz danışdıq yoxsa yox. İndi gecə saat 4-dür. Bizdə kod yazırıq. Var k ondan bərabərdir. Nə qədər ki, k-nı sadəcə 10 byte azal. Çıxandan sonra b-yə mənimsət n minus k ə, sonra bunu da mötərizə alaq. N minus k daha sonra bölünmüş 10 ədəd nöqtə sıfırdan alsın lap bizə burada problem deyil. Əgər b bərabərdirsə k, b bərabərdirsə k deyək, print hə,
Əksi halda isə əksi halda isə print yox cavabı və ixtiyari hal əksi hal demədi ki. Əksi halda isə print yox cavabı və ixtiyari halda print B və K-nı çıxardı. Birdən xəta eləyərik bilək də. Deməli 13 yazacağam. Yox cevabı verdi. Okey. 11 yazacağım. Bəli cevabı verdi. İndi məsələ nədir? 2 rəqəmli deyib. Dönərsə də 45. Bəli cevabı yox. Xeyr cevabı verdi. 5-5 55 yəni bəli cavab verdi. 5.0 dedim. Əvvəlcədən dedim ki elə alacaq. Çünki bu Pythonda bu bölmə geriyə həmişə square type-da qaytarır. Nəysə biz belə bir şeyi indirəm. Yəqin ki, bunu belə bir şey yazarlar. Və yaxud bunu hansısa bir düzbucaqlıda nə K-ya saxlayarlar. Bu birisini də B-yə saxlayıb, sonra K-na B yoxlanırlar. Daxil edilən sətirdə rəqəm simvolları, fərqli simvolların sayını hasilin. Hə, bunu 50 cür yazma olur. O səsdə rəqəm simvollara, simvolların fərqli simvolların sayının hasilini. Yəni düz başa düşürəmsə, rəqəm simvollarının sayı ilə rəqəm simvolu olmayan simvolların sayının hasilini deyir daxil edilmiş sətirdə. İki cür deməli təxtə input gələcəm deyəcəm ki sayın için qiyməti for x in təxtə əgər baxdığımsa və eyni zamanda 9'dursa sayı bir vahid artır. Deməli print s. Bu şəkildədir. Print s bu rəqəm simvolların sayıdır. Ümumi simvolların sayı isə length'dır. Əgər ümumi simvolların sayından rəqəm simvollarının sayını çıxsam, yerdə qalacaq digər simvolların sayı və bunu da alınanını vursam artıq rəqəm simvolların sayına ümumi say olacaq. Gəlin yoxlayaq. Heç A1 nar nə bilim 4 orada deyək. Gördüyümüz kimi 4 burasının 2 8. Növbəti sual 30-cu sual. Nədir? Hansı ədədin faktorial olduğunu tapan proqram Python dilində yazın. Əgər hər hansı ədədin faktorial deyilsə çapa -1 verin. Bu sual qəbul imtahanında da belə bir sual düşmüşdü. Hansı ədədin faktorial bu? Deməli, nədən natural ədəd? Daxil edilən natural ədəd int input. Deməli belə 50 cürə yazmaq olar. Bu blok sıxan kimi düşüb. Vurğunun ilki, faktorialın ilkin qiyməti 1, varığının ilkin qiyməti 1. Nə qədər ki, hələ də mənim bu ədəd n-dən kiçikdirsə, yəni aşağı faktorialdan böyüdə gəlirəm. Faktorial vurulsun, vuruğu 1 vahid artır. Vuruğu 1 vahid artır. Deməli, buradan çıxanda ya faktorial n-ə bərabər olacaq, ya da olmayacaq. Əgər faktorial n-ə bərabər olmasa, bunu gəlin bir göstərək. Deməli, faktorialın ədəd hardasa buralıqda bir yerdədir. Faktorial başlıqda 1-dir. Və biz bu ədədə doğru gedirik, faktorialları topa tutaq gedirəm. Ya bu ədədin üzərinə düşürük, yəni bu ədəd nəyəsə faktorialsa, bu da tapdıqlarımızdan biri olur. Ya da bunun üzərindən keçir belədir. İkisindən bir haldır. Ona görə də deyirəm, əksi halda burada print -1. Yox, bərabərdirsə nə? İndi baxaq. Bərabərdirsə, bərabərdirsə, ə, boşu-boşuna burada diqqətliyə bir dənə. Boşu ədədi faktorial olduğunu tapan proqram. Boşu-boşuna vuruğu vurandan sonra üstünə bir gəlmişik. Ona görə deyəcəm ki, print v-1 hələlik belə yazaq. 120 gördüyümüz kimi 5 çıxdı. 5 faktorial da həqiqətən 112 -1 çıxdı. Beləcə yazdıq. Deməli 16-cı idi bu. Ümidvaram xeyrinizə olar. Artıq bizim də yuxumuz gəlir. Saat 00-dur.
İzləmədə qalın, videolarda öz fikirlərinizi bildirin. Kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın. Növbəti görüşlərə dək.